Hər kəs salam, kanalıma və videoma xoş gəlmisiniz. Saat hal-hazırda 7-dir və havanın necə tutqun olduğunu görürsünüz. Hal-hazırda yola gedirkən, rayona gedirkən mən də vlog çəkeyim. Sadəcə 2 günlük gedirik və mən də bundan istifadə edib vlog çəkdim. Hal-hazırda maşını saxladıq, çünki əmimin qızı da bizimlə gələcək. Onu gözləyirdik və yola davam. Hal-hazırda Bakıdan çıxırıq. İndi bir yol 3 saatlıqdır, amma mən siz yorulmayasınız deyə biraz qısaltdım və sürətləndirdim. Əsas hissələri rayona getdikdən sonra olacaq, çünki rayona getdikdə çox maraqlıdır. Hər tərəf yaşıllıqdır, Ayla ilə Timur dayanmadan oynayırlar. Hələ Ayla toyuqları qovalayır, quzuları sığallayır. Yəni ona görə çox fərqlidir ora. Ora gedəndə çəkəcəm sizlər üçün. Bu arada çanta hazırlama vloqunu çəkmədim, çünki daha əvvəllərdən də çəkmişdim və plan biraz ani olaraq alındığı üçün mən səhər tezdən durub çantalarını hazırladım. Buna görə də vloq çəkmədim. Və gördüyünüz kimi Timurun şalvarını çıxartdım, çünki hava çox isti idi. Rayona yaxınlaşdıqca isti başladı. Amma Bakıda sərin idi. Bizim rayonun kəndi var, Yevlax rayonunun Aqraq kəndi var və Aqraq kəndinə gedəcəyik. Hazır getmişəm, Aqraqda vlog çəkəcəm. İndi sizi videonun axışına buraxıram. Və bum, biz kəndə gəldik. Ayla masanın üstündə oturub, Timur da gördüyünüz kimi smesiyir, yeməyini yeyir. Yesin, yatırdacam Timuru, çünki ağlayırdı. İndi Aylanın əynini dəyişəcəm. Və gəldi sıra Aylanın əynini dəyişməyə. Bunu dəyişirəm, çünki kənddə hər şeylə oynayır. Batmasın deyə dəyişdim. Biraz sürətləndirdim, çünki həqiqətən yavaş geyindirirəm. Əynini dəyişdim, daha sonra da yeməyini gözəlcə yedirdim. Həqiqətən çox iştahla yedi. Axırdan axıra yeməməyə başladı, amma belə ümumən yaxşı yedi. Bundan sonra da gəzintiyə gedəcəyik. Kəndimizi biraz gəzəcəyik sizlərlə birlikdə. Hamısını bir-bir məlumat verəcəm sizə hamısı haqqında. Bu da Aylanın yediyi yemək. Biraz qaldı içində, ondan sonra yedirəcəm. Gördüyünüz kimi də dəcəllik peşindədir. Uzağıma aldım. Burada da bu şəkildə göstəriş elədik. Ayla bu nədir sizcə? Bəli, buğdadır. Bu Ayla buğdaların içində oturub buğda ilə oynayırdı. Sonra qaldırdım. Biraz setqa tərəfdən toyuqları və gülləri göstərdim. Bu da arışanı və arıları qovmaq üçün belə bir alətdir. Güllər və arı pətəkləri, onlara doğru gedirik. Kənddə bu şəkildə pətəklər olur. Burada bal hazırlayırlar onlar. Daha sonra da götürürlər. Burada da bal haqqında məlumat var. İndi mən susuram və siz dinləyəcəksiniz birazdan. Bu da bizim balçımızdır. Balçı deyəndə atamın əmisi oğlunun oğludur. O bizə bal haqqında və arılar haqqında yetəri qədər məlumat verdi. Hamısını sıxışdıra bilmədim, amma bir qədərini çəkmişəm sizlər üçün. Arılar haqqında bayağı məlumat verdi, yəni bizə. Arı haqqında bütün bilgilərimizi onun sayəsində almış olduq. Burada da ikincisidir. Bunlardan çox var, 5-6 dənə var. Sadəcə fərqli yerlərdədir. Mən sizə bir neçə dənəsini çəkə bildim. Mən görürəm. Niye var onlar? Ay, azıq çiçəkən dəydi. Bir yerde durur ama arı. En büyüğü odur. Heç bilirdiniz ki, arılar 3 qrupa bölünür. İşçi arılar, ana arılar və erkək arılar. İşçi olmayan, yəni erkək arıların iynəsi yoxdur. Gördüyünüz kimi burada da bacım əlində tutmuş, hətta bacımın düz üstünə qədər çıxdı. Arı bu təhlükəli deyil, çünki iynəsi yoxdur. Bunu da məzundan öyrənmiş olduq. Burada da gəldim uşaqlara baxmağa. Gördüm ki, yatıblar. Aylanı yatırtmaq biraz çətin oldu, aralarını çəkmədim. Burada dedim ki, uşaqlar yatmışkən mən də sizə biraz bağımızı tanıdım və mən susuram, buralarını səssiz olaraq izləyin.
Dostlar, bu qazın balasıdır. Çox şirindir və tükləri o qədər yumşaq idi ki, dayanmadan sığallamaq istəyirdim. Amma biraz sevəndən sonra da, mən də biraz videosunu çəkəndən sonra anasının yanına qoyduq. Anası da buradadır, gördüyünüz kimi. Bacım gətirdi, son dəfə sevdim və anasının yanına qoyduq. Bu isə bizim ana toyuq və balaları cücələrdir. Cücələrdən də tutduq bir dənəsini. Amma əvvəlcə toyuğu biraz fikrini yayındırmaq üçün onu dən gətirdik. Daha doğrusu gətirdim. Bacım da o sırada cücələrdən tutmaya çalışırdı. Və bir dənəsini tutduq. Çox şirin idi. Amma çox qaçırdı. Biraz çətin olsa da tutduq. Mən də təbii ki sığalladım, amma burada düşmüyor. Nəsə sonra daha balacanı yedirtmək qərarına gəldik ki, o yemədi. Gördüyünüz kimi qaçır. Gedirəm su gətirməyə. Bu da yağdır. Yağı bu şəkildə hazırlayırlar kənddə. Ev sulu yağ hazırlanmışdı. Südü çəkirlər, ondan sonra aparatda kəsirdik. Bu şəkildə əl ilə yoğururlar. Bundan da təmiz yağ alınır. Lazım şorbasını. Tuttuğumuzun su kalacak. Havaslarını açılmış. Şeker su. Lezzetli dolma su. Dolmanın tadı yapraklar. Yaprak şekli dolma yapıştırıyor. Çok güzel yaprak su. Aycan, geldim. Hoppa. Durdun sen. Dostlar, herkese yeniden selam. Timur durdu. Durdu Timur. Hoppa. Tersen de senin şey. Aydan üstünü ayla yatsın elə. Gedək biraz gezək, əynimizi değişək. Amma əvvəlcə əynimizi değişək, tər dərəcə. Yatarkən tərləmişdin. Birazdan ayrıla duracaq. Hoppa, qapını. Timurun örtüsünü qoydum, çorapları boyda ki, əynindən nə geyindirəcəm? Təbii ki, əvvəlcə bir bez, pudra və bu mavi boyda ki, geyindirmək istəyirəm. Hoppa. Onsa quruyacaq bu. İndiliyinə. Timurun əynini dəyişdim, kamera biraz odaqlanıb, kompresini dəyişdim. Şimdi bunu bağlayacağım, çıxacaq çölə. Biraz hava vursun Timura, yeməyini də hazırlayacağım, çöldə yedirdərik bərabər. Oralarını yəqin ki, sürətləndirəcəm ki, daha maraqlı, yəni daha yaxşı izləyə bilərsiniz, səsə sürətləndirəcəm. Çıxırıq. Biraz çıxdıq gəzintiyə, biraz çıxdıq gəzintiyə, biraz çıxdıq gəzintiyə. Biraz duraq. Və dəm, mən susuram, səsi dinləyin də nə olur. Məncə yetər qədər dinlədiniz. Sizə bir yer göstərəcəm. Bura əvvəl çox sıx-sıx ailə ilə Timurdan əvvəl, yəni onlar olmadan əvvəl mən uşaq olanda tez-tez gələrdim bura. Hər yayda Mövlar atam gətirirdi bizi. Və mən bu toru dəmir çəkirlər də indi. O vaxt dəmir var idi. Dəmiri keçib o tərəfə gedib tutdan yerdim, oynayırdım özüm üçün. İndi Timurla birlikdə keçə bilməyəcəyik. Aslında qapı kimidir, buranı açmaq lazımdır. Bir də əziyyət verib onlara açmaq istəmirəm. Burada da nar çiçəkləri var. Ay, ətrafın səsi çox qəşəngdir. Gəlin darvazanı açım və qapıdan çölə çıxaq. Ki, burada qapıdan çölə çox çıxılmır.
Amma yenə də biraz sıxım. Vlog üçün biraz sıxmaq olar. Məhəllənin sakitliyini qoyub keçərsən. Amma sizlər üçün gedirəm çölə. Tamamen qapıdan çölə. Çıxaq biraz. Hoppa. Dəqiqə. Hoppa. Timur keçsin. Bu səlmə ki qapını bağlayalım. Burada bazı deşəsi var divardan. Hoppa. Все. Ayla da duvar birazdan. Ayla da durar birazdan. Arpa bura yerə şey salınıb və o örtünün üstündə arpa var quruması üçün arpa salıblar. Bunu da zaten Ayla oynayanda səhmişdim. Burada toyuqları yığırdılar ki, hinə aparsınlar. Çünki çox balaca olanda əzilir. Ona görə əvvəlcə burada böyüdürlər. Böyüyən toyuqları da daha sonra da hinə əlavə edirlər. Amma bu işəm biraz çətindir. Çünki toyuqlar çox qaçırlar. Amma zor da olsa tuturuq. İndi isə hinə gətirdik. Hində gördüyünüz kimi bir sürü toyuq var. İçəri çox girə bilmədim, amma olsun. Burada da inəklər var. İnək daha çoxdur, amma qapıya gələn üçüydü. Toyuqları da yemlədik Timurla bərabər. Timur bayağı sevdi kəndi, yəni. Zaten sevirdi, amma indi daha çox sevdi. O da buradadır. Sıra gəldi bacımın toxuculuğuna. O da Timur üçün adyalını toxuyurdu. Onu toxuyurkən buralarını da çəkdim. Həqiqətən xala ana yarısıdır. Burada da Timur var. Orada bu şəkildə qucağıma alıb sevirdim. Çox şirin olmuşdu. Ki məndən çox Timur ətrafı izləyirdi, amma olsun. Üzümü kapatmaq məcburiyyətində qaldım. Qızlar, bayaqdan otaqdan səs gəlir. Mən də dedim gəlim görüm nə səsdir bu. Və gördüyüm bu mənzərə. Durdun sən. Timurdan qoyum. Hoppa. Durdun sən. Göstər. İşığı yandırdım. Duydun sən. Sən duydun. Axşam oldu ya aşkım. Bugün daha uzun yattım. Çünki Bakıda değildik və hava təmiz olduğu üçün daha rahat yatdı. Bir əlində şoşka, əlində çorap keçirdi. Kofta geyindirmişdim yatanda tərləyər deyə, amma Ayla o qədər tərləməyib. Timur suydu. Bildin. Nə oldu? Burada hər səhər və yoxda sarılma fastımız var. Hoppa gəl. Var. Yəni əynimizi geyinib birazdan qonaqlarımız gələcək, qəşəng süfrə açaq. Gedək gəzək biraz. Ayla da pudra vuracam çünki Ayla Timurdan daha çox pişik olur. Çox yara səpir. Ona görə vuracam. Gedim içərdən bez gətirim Aylaya da. Əyninə boydacağım bunu mən. Kamera biraz odaklanmır amma olsun. Səsimizi də qəşəng yağ hörmüşdüm yatanda. Dur. Yem paltar getirdim, çantamızı getirdim. Bu Aylanın yuxu oyuncağıdır, bilirsiniz ki. Amma bugün günorta ona ehtiyac olmadı yatanda. Bez olsaydı. Çox sağ olun inək xanım. İnəyin və itin səsi gəlir bu arada. Aşkım axşama doğru gedirik. Bunu geyindirəcəm. Bir də ağ bodisini geyindirəcəm. Çünki ayaqları çox qaşınır. Amma bodisi burada deyil. Bodisi içəridə qalıb. Gedim gətirim. Alam. Oyna mən gedim gətirim bodini. Gətirdim. Timura yasıq qoymuşam düşməsin deyə. Ayla, neyirsən? Yerə düşərsən qızım. Gəl. Düşməyəm. Aşkım düşərsən. Hop. Gəl əynimizi geyinək. Gətirdim bodikini. Bodini gətirdim. Gətirdim bodini. Bununla bu şalvarı geyindirəcəm. Ayaqlarını böcəklər yeməsin deyə bunu geyindirəcəm. Aşkım, yaxşı yatdın. Yatdım. Nə gördün yuxuda? Dovşan. Dovşan gördün. Nə rəngdə dovşan idi? Yozlu. Çoxyu
Dovşanlar var idi, bir də it var idi. Qorxdun sən itdən? Yox, qorxmadım. İt qəsən idi. Dedək gəzək. Yenə gedək gəzək. Qonaqlarımız gələcək. Cimləri gələcək. Xalalar gələcək. Baba sən tanımırsan. Bizim qohumlarımızdan. Dayan bodeni bağlayayım. Bağlamadan nə oya dedim. Gedərsən də ayaqlarını böcəklər yeyəcək axı. O it niyə hühür eyə? Hürür da. Corabını ana. Ayya niyə su elədi? Nə bilim ayla niyə su elədi? Yatanda tər olub, su olub. Giyin. Şalvarla. Çava değməyim da. Qızım, bu ayaqlarını böcəklər yesin gərək. Böcəklər yeməsin. Yeməsin də, mən də onu deyirəm. Çıxartma. Hüymə də şəndə. Oh. Hüymə də deyəcən itəsən. Hə, hüyməsin. Qorxuam mən. Bəbə qorx. Bitti. İndi gedək gəzək. Gedək gəzək. Çox bilmiş danışır. Oralarını da qoydum. Hüymə də. Kimə deyirsən hüymə? İtə deyəm, hüyməsin. Bəbə qorxmasın. Uşdan bəbəni boş ver. İndi mən bunları yığışdıracağım. Sonra da Timuru götürəcəm. Aylanı da götürüb içəri balkona çıxacaq. Buranı yığışdırdım. Ayla da oyuncaqlarla oynayır. Aylaya bu şəkildə su verdim. İndi gedirik çölə. Timurun da sməssiz yeməyini hazırladım. Birazdan onu nənəsinə yedirtməsi üçün nənəsinə aparacağım. Oralarını çəkməyəcəm. Çünki o sırada Ayla ilə biz çöldə olacağıq. Ayla ilə pəncərədən o tərəfdə gördüyünüz sahəyə keçəcəyik. İndi həyətə düşüb gedəcək. Gedək Ayla. Dedək də. Gəl gedək. Suyun qapağını. Hanı qapağı? Qızım, nə qoyun bura? Bu Aylanındır. Bunu uşaqlığından Aylaya almışdıq. O vaxt hərədə işlədirik deyə qaçım. Yıxıldı deyək ki, qolu yaralandı. O dəqiqə bunu taxırıq. O dəqiqə keçir necə işdirsə. Taxan kimi keçir, yəni qolunun ağrısı, yarası. Üstünə də bu şəkildə şirin bir mişqa var. Gəl. Timuru da götürək, nənəsinə verək. Ayaqqabılarımızı geyindik, indi gedirik. Aylanı həyətə buraxdım. Buraxan kimi qaçdı və arpaların içində. Az yeyirsən burada. Bu arpalar lazımdır cəmaata. Yazım deyil, lazımdır. Bunlar toyuqlara verirlər. Verməsinlər toyuğa, mən oynayım. Gedək toyuqlara verək yesinlər, gəl. Gedək. Yalan deyirsən. Yalan demirəm, gəl. Və hətta götürürüm əməcə gedək. Sən də götürməliyəm. O üstünü təmizləyim. Sağ ol, belə sözə baxana. Götür da bir yaz sən. Götürürüm yaxşı. Oy. Səncə qucuma mən də götürüm. Mən qorxuram. Qorxmasan, mən verəcəm. Gedib verək bunları toyuqlara. Sən gedib amserini kəsəmək. Dostlar, indi atın yanına gedirik. Dostlar, hal-hazırda evdən çıxdıq, yəni. Və at var imiş, onun yanına gedirik. Mən qorxuram atdan, qorxma. Mənim yanımda olsun da. At qoymaq istəmirəm mən. Sən istəmirsən, mənə qoyayım. Bu da atlarımızdır. Biri balacadır, biri böyük. Ana atdır, biri də atdır. Yaxına gedənmək üçün ki, yer bat. Arxa gəldik. Qarşıda məktəb var, indi oraya gedəcək. Artcan tərəfdən. Bu suya daş atır biraz. Bir atıq. At sürəcək indi. Gəldim qazların yanına biraz çəkim dedim. Balasıdır. Atın balasıdır bu da. Ona baxın, anasının dalınca qaçır.
İndi günəşdən çox görsən. Ayla balaca olduğu görə mindirmədilər. Sizə çətdə göstərmədiyim bir şey qaldı. Bunun buynuzları var, çox yaxına gedə bilməm, vura bilər də, yəni. Göstərmədiyim bir şey qaldı. Belə bir şey var indi. Bu ucu bilməm. Buradan basırsa su gəlir, amma indi bu işləmir. O başdakı işləyir, başdakına gedək göstərərəm orada. Aşkım, sevdin? İndi bir dəqiqə Aylana söhbət edəcəm. Sadəcə qulaq asın deyə, yəni. Ayla, sən kəndi sevdin. Təndi sevdim. Ayla bir dənə kimdinə? Tənd. Tənd deyir, tı ilə deyir. Şığını deyə bilmir. Yaxşı, sənin dilində danışaq. Təndi sevdin. Sevdim, çoxlu sevdim. Oh. Gedək moruq yeyək. Moğum yeyək. Moğum nədir? Moruq. Moğum yeyək. Yaxşı da yeyək. Qabaqda moruqluq var, Aylanla sevdik. Ay, düşmüşdüm quzağımdan. Gedirik ora, yer çox batıb, yəni inək şeyləri var da, siz anladınız işte, onlardan var. Ona görə yerə qoymaq istəmirəm. Ondan gübrə düzəldəcəklər. Moruq yeyək. Moğun yeyək. Moğun yeyək. İndi qabaqdan bir yol göstərəcəm. Ayla, o yol nəyə oxşur? Daşada yol vardı, o. Daşada yol var idi, o deyir. Yaxşı elə daşan getdiyi yolunu görək hər açıq. Baxın, buradan çox yaxın görünür, amma kamerayla o qədər göstərəmirəm. Ayla yaş, kamera düşdü. Ayla kameranı çəkərədi. Bir dənə indi göstərəcəm, biraz yaxına gedim. Burada bir dənə moruq var, amma inanmıram indi yetişmiş ola. Çünki iyulda, avqustda ancaq yetişir, amma yenə də. Bu yolun sakitliyinə baxın. Daşada çizgi filmində belə bir yol var, Ayla onu deyir. Burada da ay var. Ay görsənir. Sadəcə dinləyin. Buradan getmirik, amma biz buradan gedirik, çünki moruqlar buradadır. Bax, aşkım, moruq çıxmayıb. Moğun niyə yoxdur? Çünki hələ hava istidir. Burada çıxacaq moruqlar hava isti olanda. Bu şeyin o tərəfi də Aydıram görəndi. İndi bu rampanı denəyəcək, görək işləyir. İşləyəni tapa bilmədim, sizə göstər. Burada sular bağlayıblar. Burada da ürək çəkilib və ad yazılıb. Burada moruqluqlu, amma hələ yetişməyibdir. Burada da, burada. Ümumiyyətlə bu tərəf tam moruqluqlu, sağda, solda, amma heç biri yetişməyib və günəş. Sudan yoruldum. Gəzməkdən yoruldum. Burada da belə su yeri var. Burada əvvəl ilanlar var idi. Amma indi yoxdur. Çünki təmizlədilər də. Sal daşları. Aylarla o daşın üstündə biz nə qədər oturduğumuzu bilsəz. Yəni, mən uşaq olanda. Hətta xatırlıysa Bakıda Targovda belə daşlar var. Begemot versiyonundadır sadəcə. Gəldim. Otursan. Oturdum. Mən də oturacağım və açacağım səsləri, sadəcə dinləyin. Bu qədər də nədirsə gedək. Şəxsi yaşayış binalarda oraya getməyə icazə yoxdur. Ona görə düz gedəcəyik, amma sonra buna gördüyünüz kimi şeylər batdı. Neysə. Şəpit geyindim, çünki çox batır ayağımız. Təmizlədim. Ona görə də Aylanı yerə çox qoymuram. İndi Ayla ilə nənəsinə, yəni ana nənəsinə gül yığacaq ki, gül tapsam. Evet, gül tapsam gül yığacaq biraz. Bunlar nə çiçəkdir, yəni bunlar əmələ gələcək. Bu tərəflərdə zaten böyürtkən əmələ gələcək, buralara toxunulmalar. Yüzü aşağı binalardır və maşın yoluna çıxır. Ona görə qayət təhlükəlidir, yəni getmək. Ay, bunlara baxın, çox şirindilər, moruq çiçəkləri damsı. Ayla, nə oldu bu çiçəyin adı Ayla? Moğun çiçəyi. Moğun çiçəyi. Adınızda saxlayın, moruq çiçəyi yox, moğun çiçəyi. Bu da Ayla da aşırı komikdir. Əvvəllər burada hasar yoxdur, yəni
Sadəcə bitkilərdən hasar əmələ gəlib və belə bir şey çəkiblər ki, bilsinlər ki, məsələn, bura başqasınındır, bu tərəf kimindir. Və aydınam ki, zabor çəkdirib, amma əvvəl zabor yox idi. İndi həyətə girəcəm çünki ayaqqabım çox pisdir, böcəklər falan var. Təmizləyəcəm. Bir Timura da baxacam, yedi, yemədim, nə hal durumdadılar, nə vəziyyətdədirlər deyə. Ondan sonra qayıdacaq. Qayıdaq, ha, qalmayaq orada. Yox, qalmayacaq, qayıdacaq. Gedək təmizlənək, qayıdaq. Təmiz qayıt. Ha, təmiz qayıt. Bəbəkdir. Körpədir dedi, bu da öyrənin. Bax, bunlardan yerdə çox var, ancaq aylan yerdə qoymam. Ayla, bizim ev hansıdır? Budur. Qabaqdadır, gedək qabağa. Dey qaba, bu. Ay, sağ ol, budur. Gəl. Az gedək. Mən belə bir hava görmədiniz. Şu an bənövşə idi. Sama bildiyiniz bənövşə idi. Hətta Ayla bayaq mən deyir ki, şeydə bu pambıq şəkər, pambıq var, şirin pambıq yeyirsiniz. Ona oxşuyur. Mən deyirəm ki, oxşuyur. Marjinaya da oxşatdıq. Rəngə baxın, bu tərəf mavidir. Ay, bu tərəf rozdur. Ayla evdədir çünki ayaqlarını bayağı az qantta yedi. İndi artıqdan getmək istirdim su içmək üçün. Amma evdə var, niyə evdən içmirsən deyəcəksiniz. Oradan bol-bol və istədiyiniz qədər içə bildiyiniz halda və soyuq içdiyiniz halda niyə evdən alın. Buranı da açdıq. Çünki maşın çıxdı bayaq. Bağlamadıq. Amma birazdan onsa qayıdacaq deyə bağlamadıq. Ayla da evdədir. Timur da nənəsinin yanındadır. Nə nənəsinin balasıymış. Bir nənəsini gətirdim, mənə gəlmək bilmir. Yəni, həmişə qalır onsuz. Ay, çox sevdim buranı. Mən də biraz burada dolaşıb evə girəcəm. Hadi bay bay, özünüzə yaxşı baxın. Təəssüf ki, birazdan deyim saat 12-yə qədər bəlkə də buradayıq. Sonrasında rayona qayıdacağıq. Yəqin ki, bu video sayəsində nədən Bakıdan çox buranı sevdiyimi siz anlamışsınızdır. Tamam, Bakının şəraiti falan çox yaxşıdır, amma ruhən və fizikən dincəlmək istəyirsinizsə mütləq bir rayonda ev tutun, gedin. Sadəcə 2 gün qalsanız belə nə qədər fərq olduğunu özünüz görəcəksiniz. Ayın gözəlliyi şakamı ya. Çox sevirəm yəni buranı. Ay da çox gözəl görünür, çox sevirəm. Burada da saman saxlanır. Burada da bizimdir. Əslində əvvəldə qapımız yaşıl rəng, qapı yaşlı idi. Sonradan dəyişildi. Gəlmişəm 5 dəqiqədə burada oturub ondan sonra evə gedəcəm. Zaten uşaqlar nənələri ilə də ancaq bayağı rahatam. Buradan belə sıxırsınız, asırsınız, saman var orada. Bundan isti gəlir. Allah. Bay bay, kanala abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın.